niyyət etmədən tutulan oruc qəbul olunurmu? Adam var ki, heç bir niyyəti olmadan onu eləyir. Görür, indiki dövrdə Gəlin bir deyək, də niyyət söhbətinə aydınlıq verək. Şəriətdə, yəni dində niyyət bir başqa şeydir. Camaat niyyət başqa şey bilir. mən indiki elə cəmiyyətdən eləyir. Görür ki, Ay, sağ ol. ətrafındakı Ona 4 görə- dostunu oruç tutur. Bu da niyyətsiz falan elə mən də bunlarla hər axşam oturum o orucumu açım deyə niyyət eləmədən bunu eləyir. Yox, o elə deyil. O onsuz da oruç tutanda sübh namazından, şam namazından heç şey yeməsə, içməsə də, yəni bu şeylərdən qorunsa, hələ niyyət elə bu özüdür. Onun ayrıca bir dənə mən niyyət ürəyindən keçirdi ki, sabah orucuyam məsələn, bu niyyətdir. Mən elə bildim o şey deyirsiniz ki, bir adam deyir ki, həmişə niyyət axşamını maraqlanırlar, fikir vermisiniz. O günün özündən çox niyyətin axşamı, hələ bilirlər ki, arzu tutmaq lazımdır orada. Niyyət eləyirsən, arzu tutursan, Allah filan işim düzəlsin, o arzular yerinə yetəcək. Niyyət budur ki, mən sabahdan duracağım. Sabah məsəl üçün Ramazan ayı girmir. Mən sabahdan bir ay oruc olacağım. Fikrindən keçirdirsən də bunu da. Bu niyyətdir də. Niyyət budur.